Allah Taala öz qüdrəti, öz əzəməti ki biz o əzəməti görüb qabağında səcdə edirik. O əzəmətindən, o qüdrətindən bir dənə nümunə yaradır, Vəliyullahı seçir, deyir ki, bax, gedin bunun yanına. Sizə dua eləsin, sizin əlinizdən tutsun, sizə haqqın sözünü desin, sizə ruhunuzun dərmanını versin, qidasını versin, gedin bunun yanına. Niyə? Çünki mən buna bir əzəmət vermişəm. Mən buna qüdrət vermişəm. Gəlirəm yavaş-yavaş sözümün axırına. Çünki mən buna qüdrət vermişəm, əzəmət vermişəm. Bunu mən böyütmüşəm. Bu olub övliyaullah. Bu Allahın dostu deyə, bu nə desə olacaq. Bu müstəcabu dəvədir. Bu dua eləsə alınacaq. Bunda xüsusi bir əzəmət var, xüsusi bir qüdrət var. Bunun gücü var, mənəvi gücü var bunun. Allah deyil, nəuzubillah. Amma Allahın qüdrəti var bunda. Müstəqil böyük deyil, amma o böyüyün nişanəsi var bunda. Get bunun yanına, istəyivi bundan istə, hacətivi bundan istə və ondan əlaqəni kəsmə. Niyə görə? Çünki bu zaman sənin təkəbbürün sınacaq və məlum olacaq ki, sən həqiqətən də elə əzəmət müqabilində həqiqətən də əyilirsən. Bax, bu məclisə gəlmişik, bu məclisə gəlməyimizin bir məqsədi də budur. Allah Hüseyn ibn Əliyyə ağamıza elə bir əzəmət verib, elə bir qüdrət verib ki, biz gəlmişik onun əzəmətinə, qüdrətinə neyniyək? Təzim eləyək. Bu sözə diqqət eləyin. Məsələn, biri çıxır evindən gedir. Sual verirsən ki, hara gedirsən? Sual verirsən ona, hara gedirsən? O deyir ki, gedirəm məscidə, Allaha səcdə eləyim. Amma bu 10 gündə sən hər gecə çıxırsan evindən, sənə sual verəndə, deyəndə ki, hara gedirsən, sən bu dəfə deyinən ki, gedirəm Hüseynin əzəmətinə təzim eləyim. Yəni, məscidə gəlməyin bir məqsədi də, o məqsədə, əsl məqsədə nə olur? Əlavə olur. Əgər sən məscidə gəlməkdən bir məqsədin bu idisə ki, gəlim Allahın qüdrətinə səcdə eləyim, təzim eləyim, namaz qılım, bir dənə də əlavə məqsəd gəldi bu günləri sənin. O məqsədin üstünə ki, gəlim Hüseynin qüdrətinə, Hüseynin əzəmətinə təzim eləyim. Allah Hüseynə harada əzəmət verib? Deyir, elə bu əzəmətidir də. Bu əzəmət deyil, nədir vəz? Hər il 14 əsr keçib, hadisənin üstündən 14 əsr keçib. 1400 ildir keçib, hər il insanlar ona əza saxlayırlar. Mən bir qərb aliminin yazısında gördüm, deyir, mən təəccübliyəm, bilirsiniz nəyə? 2 şeyə. İnsanlar Hüseynin müsibətinə qəmlənirlər. Halbuki 1400 il keçib üstündən. İkinci də, biz insanlar Hüseynin nə həmvətəniyik, nə onun qohumuyuq. Qohum bağlılığımız da yoxdur. Məsafə də, zaman məsafəsi çox-çox uzundur. Bununla belə insanlar Hüseynə elə ağlayırlar ki, elə bir İmam Hüseyn ağa dünən şəhid olub. Özü də elə ağlayırlar ki, elə bir İmam Hüseyn ağa bunların atasıdır. Bu qüdrəti kim verib İmam Hüseyn əleyhissalama? Atamız öləndə 1 il, 2 il qutardı. Yada da düşəndə gözümüzdən yaş gəlmir, heç qəlbimiz də kövrəlmir. Elə oturub xatirəsini gülə-gülə danışırıq, yola veririk, gedir. Amma İmam Hüseyn əleyhissalamda belə deyil. Birinin övladı ölür ha. Görürsən, o övlad dünyasını dəyişəndən bir neçə il sonra torpağın üzü soyuqdur da, yavaş-yavaş hər şey yaddan çıxdı, getdi. Elə bir belə adam yoxdur, o deyir, elə bir öldü, qoşuldu 100 ilin ölüsünə. Amma İmam Hüseyn əleyhissalam belə deyil. Elə ağlayır ki, elə bir ana balasının yasında oturub. Hüseynə elə ağlayırdılar. Tarixən elə ağlayanlar çoxdur. İndi də var. Elə bir atasıdır, elə bir balasıdır, elə bir anadır, balasını dünyadan əldən verib ona görə ağlayır. Belə hallar çox olub, indi də var. Bir dənə Ərbəində, İmamın 40-ında İmam Hüseyn əleyhissalamın qüdrətini bütün dünya müşahidə edir. Burada bir söz deyim, elə bilirsiniz ki, dünya həmin o qüdrəti, Hüseynin Ərbəin qüdrətini rahat həzm eləyir, hamının xoşuna gəlir? Yox.
Elə bilirsiniz bu məclislər ki, Hüseynə Allah bu məclislərlə bir qüdrət verib, əzəmət nümayiş elətdirir. Elə bilirsiniz ki, ya hamı həzm eləyə bilir. Deyir, bu nədir? Nə keçirdirsiniz? 14 əsr bu. Gəl indi sən də bax da, biz də elə təəccüblənirik. Biz də gəlmişik, elə sən deyəni təhlil eləyək. Bizə çatsın ki, həqiqətən də bu Hüseyn kimdir axı ki, 1400 il keçib, amma ana balasını ağlayan kimi ağlayırlar. Biz də elə onu düşünürük də, amma cavab tapa bilmirik. Alimlər bunun adını qoyurlar möcüzə. Deyirlər, bu möcüzədir. Bu möcüzədən başqa bir şey deyil, ha. Bu məclislərlə, ərbəinlə Allah Teala İmam Hüseyn ağanın qəbrinə nə boyda əzəmət verib. Nə boyda əzəmət verib, nə boyda qüdrət verib, sürünə gedirlər onun qəbrinə. Yaxşı, bu əzəməti, bu qüdrəti dünya görür. Dünya görür, Allah bəzilərini, sizi kimi, bizi kimi insanları seçir onların içərisindən çıxartır, biz rahat həzm eləyirik. Həzm elədiyimizə görə də o əzəmət ki, Hüseynə Allah verib, o əzəmətə təzim eləyirik. Gərək Hüseynin əzəmətinə, qüdrətinə, çatdım sözümün əsas hissəsinə, gərək Hüseynin əzəmətinə, qüdrətinə təzim eləyəsən. Bu təzim eləmək ki, başqa bu qüdrəti görəndən sonra oturub bu möcüzəni insan təhlil edib, başa düşəndən sonra deyir ki, hə, bunun qabağında gərək elə əlvi qaldırıb təslim, ləbbeyk, baş üstə. Belə deyəsən, yoxsa durasan sən bundan israr eləyəsən, o adamlar ki, həzm eləyə bilmirlər, insan görürsünüz, xəstə olanda iştahası olmur yeməyə. Nə yemək qoyurlar qabağına, ləziz yemək, işte xəstə daxı, xəstə olmasaydı o yeməyi bilirsiniz necə yeyərdi, amma indi xəstədir, o yeməyi yeyə bilmir, həzm getmir, içəri getmir. Amma bu günləri Hüseynin əzəmətini, böyüklüyünü həzm eləyə bilməyən insanlar var ki, o insanlar fi qulubihim mərazun, təkəbbür var qəlbində, gəlin də o Hüseynin əzəmətinə səcdə elə, Hüseynin əzəmətinə təzim elə, şahlar təzim eləyib ona, şahlar.